Salam, axşamınız xeyir olsun, əziz dostlar. Qarabağa aid, qazilərə və şəhidlərə aid, əsgərlərimizə aid, qazilərimizə aid şeir yazmışam. 8 kuplet, onu söyleyeceğim, qulaq asın. Deyir, bu döyüşlər nədən oldu? Allah, generalımız şəhid oldu. Könüllü döyüşə gedən oldu. Bizdə olan cürətə bax. Yazıq deyilmi əskər anası? Şəhid olmasın əskər balası. Təpiklə alındı Şuşa qalası. Şəhiddə olan qeyrətə bax. Yazıq deyil əskər canı. Düşmənini yaxşı tanı. Zor döyüblər Paşinyanı. Əskərdə olan xidmətə bax. Əskərdə olan xidmətə bax. 44 günə göyə ucaldıq. Paşinyanı qorxuya saldıq. Kəlbəcəri döyüşsüz aldıq. Əskərdə olan bir gücə bax. Şəhid verib torpaq aldıq. Bayrağı göyə ucaltdıq. Tarixi qanla yazdıq. Əskərdə olan mərdliyə bax. Şərif yazdı Qarabağ haqda. Oğullar yatır torpaq altda. Düşmən qorxudan qalıb əsir ortada. Əskərdə olan qeyrətə bax. Şeiri deyib axırını bağladım. Şəhidlərimizi doyunca ağladım. Şəhid anasının bağrıma bastım. Şəhid anasının saçındakı ağa bax. Qaziləri də yada saldım. Qaziləri də yada saldım. Onların da əhvalına ağladım. Bu şeiri də qazilərdən yazdım. Qazilərdə olan bir hünərə bax. Qazilərdə olan bir hünərə bax. Allah qazilərimizə şəfa versin. Əsgərlərimizi öz pənahında saxlasın. Şəhidlərimizin yerini cənnət eləsin. Şəhid analarına, şəhid atalarına Allah səbir versin. Bir daha Azərbaycanımıza belə bir hadisə göstərməsin. Müharibə olmasın. Sülh-əmin-amanlıq olsun. Allah Azərbaycanımızı qorusun. Ölkə başımızı qorusun. Amin.